Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib. Oxu-Azın əldə etdiyi məlumata görə rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü Nərimin Bəşirova 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb. Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir. Məlumata görə hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir. Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu hadisə bir daha göstərir ki, azyaşlılarla bağlı məsuliyyət məsələsinə birtərəfli yanaşmaq doğru deyil. Burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti, məktəblə münasibəti və uşaqlar üzərində qurulan tərbiyə modeli mühüm rol oynayır. Xüsusilə də zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin formalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir.